Bakıda mini futbol üzrə dünya çempionatı davam edir. Qrup mərhələsini lider başa vuraraq 8-də 1 finala yüksələn millimiz bu mərhələdə mundialın son qalibi Rumıniya yığması ilə qarşılaşıb. Hesabı ilk hissədə rəqib komanda açıb. Lakin ruhdan düşməyən futbolçularımız əzmkarlıq nümayiş etdiriblər. Yığmamız fasilədən sonra bərabərliyi təmin edib. Ramit Çovdarovun uzaq məsafədən vurduğu top qapıdan keçib. Görüşün əsas vaxtı 1-1 hesab ilə yekunlaşdığından qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan komandamız 4-də 1 finala yüksəlib. Rumıniya çox qəşəng komandadır. Yəni ki, hər tərəfli komandadır. Onları udmaq bizim üçün həmişə möhtəşəm olur. Bilirsiniz ki, Avropa çempion olanda da Rumıniyanı udmuşdu. Axırıncı dünya çempionudur komanda. Yəni ki, bu komandaya qalib gəlmək həm uşaqlarda, həm bizdə böyük motivasiya yaradacaq. İnanıram ki, gələn oyun İngiltərə iləndir. Daha çətin oyun bizi gözləyir. Əgər kubok qazanmaq istəyiriksə, bu oyunları mütləq udmalıyıq. 4-də 1-də bildiyimiz kimi rəqibimiz səhv eləmirəmsə İngiltərə komandasıdır. Mən inanıram ki, Rumunlar kimi onlar ağır komanda deyil, yəni güc cəhətdən. Həqiqətən Rumunlar çox yaxşı komandadır. Bunu da dəfələrlə sübut eləyiblər nəticələrlə. İngilislər bu futbolda təzədir. İnşallah ki, onların üzərində qələbə çalarıq. Millimiz 4-də 1 finalda İngiltərə yığması ilə qarşılaşacaq. Görüş may 29-da keçiriləcək. Qeyd edək ki, iyunun 1-də başa çatacaq dünya çempionatı İdman TV-də canlı yayımlanır.